Əlqismət müəllim, biraz bundan öncə dediniz 17 il. Təbii ki, 17 il az müddət deyil. Akademik musiqili teatrın direktoru vəzifəsini mükəmməl şəkildə icra eləmisiniz və sizin oradan ayrılmağınız hər kəsi təəccübləndirdi. Necə oldu ki, nazirlik belə bir qərar verdi? Hər şeyin əvvəli olduğu kimi axırı da olur. Və mən doğrudan da 17 il o teatrda çox böyük işlər gördük, çox böyük tamaşalar hazırladıq. O teatrı siz ayağa qaldırdınız. Teatrın siması dəyişdi. Tam, yəni musiqili komediya teatrından musiqili teatra çevrildi öncə və daha sonra Cənab Prezidentin sərəncamı ilə biz akademik statusu aldıq. Bu günlər Akademik Musiqili Teatr Azərbaycanın ən şöhrətli teatrlarından biridir. Mən teatrdan getdim, amma düşünürəm ki, belə məsləhət oldu və mən də belə getdim.